Tovuz rayonunun aşağı qoşu şəhidlər xiyabanına gəlmişik. Şəhidlərimizin ziyarətinə. Oy Allah, anan olsun, ay oğul, anan olsun, ay oğul. 44 günlük vətən müharibəsinin igidlərindən, qəhrəman şəhidlərindən Her olan şeyim var, yoxum sana. Süleymanov Füzuli Bahadıroğlu'nun Damın altda kalan canım anasının, sana qurban, anamızın ay. ziyarətinə gəlmişdik. Sen belə olası deyil. Anamızı da gətirib ziyarətə gəlmişik hal-hazırda. Ha, baxan gözlərinə ürəyim qurban, ay Füzuli. Allah hər birinin ruhunu şad etsin. Hər biri bizim üçün bir qəhrəmandır. Bana cavab vermirsən. Mən hər kəsdən öz adıma bir xahiş eləmək istəyərdim. Yəni hər kəs bu anamıza yolun bağlanıb diqqət eləsin. Mən çox Mən istəyərdim ki, bu anamızın ziyarətinə çox vətəndaş gəlsin. Ölmürəm, dana üzümə dayanmış. Şəhidimizin qardaşları da var, bacıları da var. Yəni çox gözəl ailədirlər. Yəni birdən düşünən olar ki, ana tək qalır deyəndə, yəni anaya baxan mı yoxdur? Yox, əsla. Anaya çox gözəl baxılır. Sadəcə ana evdə tənha yaşayır. Yəni evini qoyub heç bir oğul qızın yanına getmək istəmir. Şəhidimizin atası da keçən illərdə dünyasını dəyişdi. Ağlamaqdan gözləri tutulmuşdu atamızın. Ana da hal-hazırda eşitmə qüsurudur, biraz ağır eşidir. Amma inanın ki, onun qapısı açılanda sanki dünyaları o ana üçün verirsən. Mən ona görə deyirəm ki, o ananı yaşatmaq üçün o qapını açmaq lazımdır. O ananı ziyarət eləmək lazımdır. Söz yox ki, bütün şəhidlərimizin qapısı açılmalıdır. Bütün xiyabanlar ziyarət ocağı olmalıdır. Və biz bunu təbliğ eləməyə çalışırıq. Çünki hər biri bizim uğurumuzda. Azadlığımız, firavanlığımız, suverenliyimiz üçün, dövlətimizin suverenliyi üçün, müstəqilliyimiz üçün, vətənimizin bütövlüyü üçün can verən, qan tökən oğullardır. Candan şirin heç bir nemət yoxdur ki, gördüyünüz bu oğullar canından, qanından keçdi. Öz şirin, əziz canlarını bilə-bilə, ölümün gözünə dik baxa-baxa qurban verdilər. Ona görə də hər bir vətəndaşın sahəsindən, işindən, rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın borcudur ki, şəhidlərimizi ziyarət etsin, onun atasının, anasının əlini öpsün, onun böyüdüyü o ocaqları ziyarət etsin. Və bu ailələrin içində xüsusilə yaşlı təbəqədən, xəstə təbəqədən olan valideynlər var ki, onları ümumiyyətlə nəzarətə götürmək lazımdır. Hər vaxt onların ziyarətində olmaq lazımdır. Onlara bir təsəllidir. İnanın bizdən çox gəzən yoxdur şəhid ailələrinin, bəlkə mən elə deyərəm. Çünki biz hər gün bu yoldayıq. Onların sadəcə ən çox istədikləri o qapılar açılsın, bir stəkan çayları içilsin. Hələ necə deyim, bəlkə də o gələnin uğruna əziyyət çəkməyi daha çox xoşlayırlar ki, yəni bir stəkan çay qoysun. Hər hansı bir qismət çörək kəsilməsini istəsin. Əslində biz heç vaxt elə bir əziyyət vermək istəmirik. Ona görə xəbərsiz gəlirik ki, yəni analar, atalar elə əziyyət çəkməsin. Çünki bizim üçün ən önəmli şəhidimizin ziyarətidir. Bax, bu anaların əlini öpməkdir bizim üçün əsl ziyarət. Allah can sağlığı versin. Yenə deyirəm, buradan bütün elə Tovuzlulara səslənirəm. Şəhid sevərlərə səslənirəm, könüllülərə, vətənpərvərlərə səslənirəm ki, bax bu anamızı heç vaxt tək qoymayaq. Onu yaşatmaq üçün bu anaların ziyarətində olmaq lazımdır, mütləq.